Uşaqlara yalıtmac kimi görünən məqamlardan biri də şəkilçilərin amonimliyidir. Bu mövzuya aid belə bir testə baxaq. Klaster tipli testdir. Klasterin əsas hissəsində ötürdü feili verilmişdir. Və klasterin birinci hissəsində ötürdü feili ilə bağlı xüsusiyyət yazılıb ki, o xüsusiyyət düzgündür, yoxsa səhv. İlk öncə biz onu müəyyənləşdirək. Daha sonra məntiqi ardıcıllığı birinci xüsusiyyətə görə davam etdirməliyik. Birinci xüsusiyyətdə verilib. Başlanğıc forması ötürməkdir. Başlanğıc formanı müəyyənləşdirək. Sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissəyə deyilir. Bunun üçün ilk öncə kök və şəkilçiyə ayırıram. Ötmək öt sözün köküdür, yəni ötmək feilidir. Ötmək feilindən ötürmək feili yarandı və dü də burada olacaq qrammatik şəkilçi. Və sonuncu leksik şəkilçiyə qədər olan hissə sözün başlanğıc formasıdır. Deməli, burada ötür başlanğıc formasıdır və düzgün məlumat daxil olunub birinci hissəyə. Məntiqi ardıcıllıq düzgün xüsusiyyətlərlə davam etməlidir. Sual işarəsinin yerinə biz düzgün xüsusiyyətləri yazmalıyıq. İndi baxaq. Deyir, indiki zamandadır. Buradakı ır şəkilçisi uşaqları çaşdırır və əksər uşaqlar ırı indiki zaman şəkilçisi kimi götürür. Xeyr, burada ır indiki zaman şəkilçisi kimi deyil. Çünki zaman şəkilçiləri qrammatik şəkilçilərdir. Burada isə ür leksik şəkilçidir, söz düzəldici şəkilçidir. Ona görə bir səhvdir. İkincidə deyir, bir leksik, bir qrammatik şəkilçi var. Bəli, bir leksik, bir qrammatik şəkilçi var. 2 düzdür. 3. Keçmiş zamandadır. Buradakı dü şəkilçisinin hissəcik və yaxud da ki, keçmiş zaman şəkilçisi olduğunu necə müəyyənləşdirə bilərik? Bir neçə yol var. Bu yolları mən sizə deyirəm. Hansı sizin üçün daha rahatdır, onu yadınızda saxlayın. Birincisi, vurğunun köməyi ilə. Vurğu qəbul edirsə dü, zaman şəkilçisi olacaq. Çünki zaman şəkilçiləri vurğu qəbul edir. İdi, imiş, isə hissəcikləri vurğu qəbul etmir. Vurğu qəbul etdiyinə görə zaman şəkilçisidir. İkinci yolumuz nədir? Düdən əvvəlki hissəyə maq şəkilçisi artırdıqda, maq, məq, məslər şəkilçisini artırdıqda məna bildirirsə, dü olacaq zaman şəkilçisi. Məna bildirməyəcəksə, olacaq hissəcik. Ötür, məq. Artıra bilirəm, məna bildirir. Deməli, ikinci yolumuzda tətbiq etdikdə müəyyən etdik ki, yenə də dü zaman şəkilçisidir. Sonra üçüncü yolumuz, zaman şəkilçiləri feilin birbaşa kökünə və yaxud da başlanğıc formasına əlavə olunur. Hissəciklər isə sözün başlanğıc formasına əlavə oluna bilmir. Və burada ötür feilin başlanğıc formasıdır. Dü də birbaşa başlanğıc formaya əlavə olunub. Deməli, zaman şəkilçisi olacaq. 3 qaydanı da tətbiq etməklə dü şəkilçisinin zaman şəkilçisi olduğunu müəyyənləşdirdim. Deməli, 3 də düzgün məlumatdır, düzgün xüsusiyyətdir. Sonra 4-ə baxaq. Quruluşca sadə feildir. Sadə feil olması üçün leksik şəkilçi olmamalıdır. Burada da bir leksik şəkilçimiz varsa, quruluşda düzəltmə feili olacaq. Hissəcik ilə işlənməyib. Bəli, dü burada zaman şəkilçisi hissəcik deyil. Deməli, sual işarəsinin yerinə ikinci, üçüncü və beşinci xüsusiyyətləri yazmalıyam.